Əhməd bəy Ağaoğlu Azərbaycanın maarifçi ziyalısı və milli oyanışın banisi. Salam dostlar. Bugün sizə Azərbaycan tarixində mühüm rol oynamış böyük şəxsiyyət, ziyalı, publisist və maarifçi Əhməd bəy Ağaoğlu haqqında danışacağım. O yalnız bir insan deyil, həm də bütöv bir dövrün düşüncə simvolu idi. Əhməd bəy Ağaoğlu 1869-cu ildə Şuşa şəhərində doğulub. Uşaqlıqdan elmə, kitablara və mütaliəyə böyük maraq göstərirdi. Onun ailəsi savadlı və ziyalı mühitə mənsub idi. Bu da onun dünya görüşünün formalaşmasında mühüm rol oynamışdı. İlk təhsilini Şuşada alıb, daha sonra Tiflis gimnaziyasında oxuyub. Gənc yaşlarından Avropa mədəniyyəti, elm və azad düşüncə ideyalarına maraq göstərən Əhməd bəy təhsilini davam etdirmək üçün Fransaya, Parisə gedib. Orada o, Paris Universitetində hüquq üzrə təhsil alıb. Məhz bu dövr onun həyatında dönüş nöqtəsi oldu. Parisdə o, azadlıq, bərabərlik, insan hüquqları və demokratiya kimi anlayışlarla yaxından tanış olur. O, Avropa xalqlarının elmi və mədəni tərəqqisinə şahid olur və qərara gəlir ki, bu bilikləri öz xalqına da çatdırmalıdır. Vətənə qayıtdıqdan sonra Əhməd bəy artıq təkcə hüquqşünas deyil, həm də maarifçi ideoloq idi. O, qəzet və jurnallarda maarifləndirici məqalələr yazır, xalqı elmə, savada və müasir düşüncəyə çağırırdı. Onun fikrincə, millətin dirçəlişinin yeganə yolu təhsil və maarif idi. Əhməd bəy Həyat və İrşad qəzetlərində yazdığı məqalələrində müsəlman cəmiyyətlərindəki geriliyi tənqid edir, qadınların təhsildən uzaq qalmasının, insanların fanatizmə qapılmasının qarşısını almağa çağırırdı. O, cəmiyyətin dəyişməsi üçün düşüncə inqilabı lazım olduğunu söyləyirdi. Sonraki illərdə o, Difai partiyasının yaradıcılarından biri olur. Bu təşkilat Azərbaycanın siyasi və milli azadlığı uğrunda fəaliyyət göstərirdi. Difainin məqsədi xalqın hüquqlarını qorumaq, milli oyanışı gücləndirmək və zülmə qarşı durmaq idi. Bu fəaliyyətinə görə Əhməd bəy dəfələrlə təzyiqlərə məruz qaldı, lakin ideallarından dönmədi. 20-ci əsrin əvvəllərində siyasi vəziyyət gərginləşdiyi üçün Əhməd bəy Türkiyəyə köçməyə məcbur olur. Orada da o fəaliyyətini davam etdirir. Türkiyədə o, jurnalist, alim, millət vəkili və müəllim kimi çalışdı. Əhməd bəy Ağaoğlu həm Azərbaycanda, həm də Türkiyədə maarifçilik və milli oyanış hərəkatının simvoluna çevrildi. Onun yazdığı əsərlər, xüsusən İslam dünyasında qadın, hürriyyət uğrunda kimi kitabları bugün də dəyərlidir. Bu əsərlərdə o, qadın azadlığı, təhsil, mədəniyyət və cəmiyyətin inkişafı kimi məsələlərdən danışırdı. Əhməd bəy Ağaoğlu ömrünün sonuna qədər elm, maarif və azadlıq ideallarına sadiq qaldı. O, 1939-cu ildə Ankarada vəfat edib, amma ideyaları bugün də yaşayır. Əhməd bəy Ağaoğlu öz xalqının tərəqqisi üçün mübarizə aparan, qaranlıqda işıq yandıran bir ziyalı idi. O, bizə göstərdi ki, bir xalqın gələcəyi onun savadında, düşüncəsində və birliyində gizlidir. Videonu bəyəndinizsə, kanala abunə olmağı, bəyən düyməsinə basmağı və dostlarınızla paylaşmağı unutmayın. Bu cür videoların davamı üçün dəstəyiniz çox önəmlidir.